Bugün sizə iki fərqli formada rezinka toxuma növünü toxumağı öyrədəcəm. İlk öncə zəncirimizi çəkirik və sıx ilmə toxuyuruq. Sıx ilməmizi toxuduq. İndi isə keçirik növbəti sıraya. Növbəti sırada həmişəki qayda ilə ilmənin içərisindən yox, sıx ilmənin üst hissəsində olan ilmədən keçib toxuyuruq. Yəni burada göründüyü kimi ilmənin içərisindən, üst hissədə içəridən keçib toxuyuruq. Bu qayda ilə sıra sonuna qədər davam edək. Və növbəti sıraya gəldik. Növbəti sırada yenə eyni qayda ilə davam edirik. Yəni ilmənin içərisindən yox, üst hissəsindən keçib toxuyuruq. Və sonda belə alınır. İndi isə keçək növbəti rezinka toxuma növünü toxumağa. Zəncirimizi çəkib adi sütun ilməsi toxuyuruq. Sütun ilməmizi toxuduqdan sonra ön relyef və bir ədəd arxa relyef toxuyacaq. Yəni bir ön, bir arxa. İlk ilməmizi öndən alırıq. İkinci ilməni isə arxadan alıb toxuyuruq. Yenə eyni qayda ilə birini öndən, birini arxadan. İkinci sırada öndən görünəni öndən, arxadan görünəni isə arxadan toxuyuruq. Və növbəti rezinka toxuma növümüz də belə görünür. Vaxtınızı ayırdığınız üçün təşəkkür.